Şagirdlər, gəlin 2020-ci ildə birinci qruplara blok sualı olan 21-ci suala baxaq. Bu bərabərsizlikdir. Bərabərsizlikdə baxırıq ki, məxrəc tənlikdir, amma surət ədəddir də. Bu 3 minus pimiz 3,14-dür də. Deməli, bura mənfi ədəddir. Çünki kiçik ədəddən böyük ədədi çıxırıq biz. İndi surət mənfidir. Məxrəc də mənfi olmalıdır ki, bir-birinə böləndə müsbət olub sıfırdan böyük olsun. Buna əsasən, deməli, mən məxrəci yazıram. X kvadrat üstəgəl 3x minus 10 kiçikdir 0 götürməliyim. Bunun da vuruqlarına ayırsaq, x plus 5, x minus 2 kiçikdir 0. Mənfi 5 və ikinci kökü müsbət 2 olacaq. Kiçik olduğuna görə, kiçik ədəddən, yəni kökdən mənfi 5, 2 aralıq olacaq. Və ya bunu intervallar üsulu ilə də yaza bilərik. Mənfi 5, müsbət 2 və heç bir kök daxil deyil. 2-dən böyük qiymət qoysaq, misal üçün 3 qoyuram. Buraya 3 qoysaq müsbət. Və mənfi 5-dən 2 aralığına 0 qoysam. Bura 0 qoysam birinci mötərizə müsbət, ikinci mötərizə mənfi. Mənfi müsbətə vursam mənfi eləyəcək və burada müsbət eləyəcək. Bizə kiçikdir 0 dediyinə görə mənfi aralığını götürürəm. Yəni mənfi 5-dən 2 aralığını. Cavab olacaq C.